Məndən birinci salam olsun. Birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində öz halal qanları ilə ata vətəni, ana torpağı, ulu babalarımızın, ulu nənələrimizin yurd yuvaları suarıb becərən şəhidlərimizə, şəhidlərin ailələrinə, Qarabağ qazisilərinə, Qarabağ əhlilərinə, veteranlarına. İkinci salamım olsun, Güney düzeyli, dırnaq arası, Cənubi Şimali Azərbaycanda yaşayan 66 milyondan çox Azərbaycan türklərinə. Məndən salam olsun, 1000 illərlə 128 yerə dilim paramparça olan Azərbaycan türklərinə. Məndən salam olsun, Türkəmizə, Türk dünyasına, Böyük Turan ellərinə. Məndən salam olsun, Pakistanımıza və 44 günü müharibədə bizləri müdafiə edən dövlətlərə. Məndən salam olsun, salamımı alanlara və almayanlara. Məndən salam olsun, bir ayağı uçurumun qırağında, bir ayağı uçurumun ortasında olan, hər gəlib gedənə, qabarlı əlləri ilə əl çalan millətimə, xalqıma. Əziz millətim və xalqım, bəylər və xanımlar, sirdaşlar, dostlar, yol yoldaşları, sinif yoldaşlarım, müəllimələrim, müəllimlərim. Bildiyiniz kimi 1 sentyabr 2024-cü ildə növbədən kənar parlament sessiyası olacaq və bunu nəzərə alaraq mən baş bayraqdarınız Elman Türkoğlu olaraq mən də öz namizədliyimi irəli sürdüm ki, deputat olum, sizin deputatınız olum, yəni millət vəkiliniz olum və sizin çəkdiyiniz dərdlərə, əzablara, qabarlı əllərdə şərik olun. Mən imzalarımı gəlib Masallı şəhəri 73 saylı Masallı Callabad seçki dairəsinin namizədliyimi irəli sürdüm. İmza varaqlarını aldım. İmzalarımı uğurla özüm yığdım. Gördüm, yüzündə başqalar yığdı. Və o cümlədən ayın 2-si 16:45 dəqiqədə vaxt bitimində 2 saat qalmış, aparıb imzalarımı verdim. Bəli, 12 günə o imzaları özüm yığdım, səliqəylə yığdım. Qanun əsasında imza atılandan sonra ayın tarixini, ilini özüm yazmalıydım. Mən onu imza atanın özlerine yazdırdım ki, hamı bilsin ki, yani imzanı mən özüm yığmışam, imzanı da atan, mənə səs vermək istəyən millətim və xalqımdır. Bizim dairədə 10 nəfərik namizəd. Onların içində ən məşhur mənəm, dürüst mənəm və hələlik öndə mənəm. %100%. İmzaları verəndən sonra, imzaların təsdiq olunandan sonra ayın 9-unda təbliğat, təşviqat başladı. Düzdür, biraz maliyyə problemi olduğu üçün mən biraz gec başladım. Hatta mən Bakı şəhərindən Masallı şəhərinə gələndə öz pensiyamı alıp gəlmişəm. Pensiyamdan kreditə çıxırlar. Yerdə qalır 198 manat, pensiyam 337 manat. 198 manat, 20 manat evdə qoymuşam Bakı şəhərində. Yaşadığım yataqxanada ailəm üçün. Qalanı götürüb gəlmişəm Masallı şəhərinə ki, deputatlığa namizədliyi görüm. Hər şey uğur alındı.
Veya dediğim gibi imzalar toplayıp verdim, yığdım, hamısı verenden sonra veya dediğim gibi təbliğat, təşviqat başlandı. Biraz maliyyə problemi olduğu için mən gez başladım. Sağ olsun mənə kömək edənlər. Artlarının sesindən sonra açılacağım. Hər tərəfə ona şəklini, pulunu verdilər, hamısı rəyli şəkillərin və hətta bu platformanın Azər Nəşir, ülke kimi, qatlama kimi qorxusundan nəşr eləmədi. Özəldən nəşr etdirdim bu platformanı və var gücünə təbliğata başladım. Masalı şəhər daxil olmaqla bütün seçki dairələr, bütün kəndlərdə oldum. Mənə çox gözəl qarşıladılar. İnanırsan, elə qarşıladılar ki, bunlarda imza yığanda istəmirlər səs vermək geçsinlər. İnam yox idi. Mən bu ruhu onlarda oyatdım. Və dedilər Elman Türkoğlu, sən kişi adamsan, sənin bütün çıxışlara televiziyada qulaq asmışıq, kanallarda qulaq asmışıq, sən sözü həqiqəti deyirsən və bilir ki, sən deputat seçilsən, bizim halımıza yanacaqsan. Mən də onlara söz verdim ki, siz imzaları verin, Milli Məclisdə mən oturanda, əgər mən millət vəkili seçərsiz, mən Milli Məclisdə oturanda sizin bütün problemlərlə həll olunmasına çalışacağım. Nəsə, Masalı şəhəri 73 sayılı Masalı Cəllabad seçki dairəsindən olan seçkiləri ruhlandırdım mən. Ruhlandırdım mən, sağ olsunlar, sözümdən çıxmadılar, imza verdilər, bu gün də mənim arxamda durublar. Hər tərəfi mənə kömək edirlər. Məsələn, mənim maşınım yox idi, mən seçkdən sonra onların adlarını açıqlayacağım, onlar əlbir oldular, həmin adam, ailə, qarşı əlbir oldular, mənə kömək elədilər. 16 kilometr uzaq kəndlər getdik, bütün Masalı dairəsinə tabi olan kəndlərə güclü təbliğ elədik, proton verdik, hamı mənədir. Hamı söz verir ki, sənə səs verəcək. Sonra bura Fəza İbrahimli peyda oldu. Hansı ki 2-3 dəfə, 4 də millət vəkili seçilib, onu heç tanımır, tanımaq da istəmir. Məndən başqa 9 namizəd heç birini tanımırlar. Mən deyirəm, ancaq sənə səs verəcək. Və bu həmin Fəzaidir ki, savaş göndərmişdi ki, Elman Türkoğlu bayrağı dağıdır, kesin bayrağını qaldır, gəzdirsin, pulu olan millət vəkili seçiləcək. Mən də cavabımı verdim. Canlı yanımda cavab verirəm. Bəli, pulu var. Və deyir ki, mənim adım prezidentin stolunun üstündən keçib və hətta əlin altından keçib. Siyahı buna arxalanlaşaraq bir çox seçiciləri aldatmaq istəyib. Amma seçicilər ona inanmıyor. Məsələn, Masalı rayonu Həsəni kəndindən qovublar, Böyük Xocalıdan qovublar, Böyük Köhnə Albadan, Təzə Albadan, bambaşını, yəni bütün kəndlərdə şeylə bilmirlər, yılda keçə bilib, təkcə bizim Şərəfət kəndində doğulub 18 il yaşab boyu başa çatdığım kənddə gəlib öz dəstəsi ilə bir kənddə bir iki nəfər aparıblar, güya ki bu namizəddir. Ona yaxşı suallar verib, suallar qarşısına mas qalıb. Bu həmin Fəzail İbrahimlidir ki, uşaq pulun bərpa olmasına qarşı çıxıb. Məsələn, deyirdi ki, uşaq pulu bərpa olunsun, deyirdi olmaz. Deyir ki, yaşlılar 50 yaş tamamlar və yaxud da 55 yaş tamamlanırlar. Azərbaycan Respublikası üzrə naqliyyatdan pulsuz istifadə etsinlər. Deyir, yox, Azərbaycan büdcəsinə təsirlə Azərbaycan büdcəsi zəifliyə, ancaq Azərbaycanın yerüstü sərvətlər böyükdür, qazı, nefti, külüsü, nəyin desən var. O cümlədən, yəni platformalarda sizə paylaşmışam, orada məsələn deyirdim ki, işləməyən adam işlə təmin olunana qədər ayına 500-700 manat pul verirsin. İşlə təmin olunandan sonra o maddi yardım dayandırılsın. Məsələn,
deyirəm ki, tələbim var, buna hamısa qarşı çıxıb. Qaza İbrahimlə buna qarşı çıxıb. Məsələn, deyirdim ki, həkimlərin, müəllimlərin, tələbələrin təqaüdləri artırılsın, maaşları artırılsın, buna qarşı çıxırdı. Nəsə, mən buradan, mən inanıram ki, Masalı şəhəri, 73 saylı Masalı Callabad seçki dairəsinin seçiciləri 1 sentyabr 2024-cü ildə mənə səs verəcəklər. Çünki onların görüşündə olmuşam, onlarla üstünlükdə olmuşam, onlarla danışıq aparmışam və onlar hamısı mənə deyirlər ki, bu platformanın sahibi sənsən, sənə səs verəcək. Biz səni tanıyırıq, sənə böyük hörmətimiz var, sən Azərbaycan bayradarısan, Fəzai kimlərə və Fəzadan başqa kimlər varsa ona səs verməyəcəklər. Mən 100% irəlidəyəm. Dünən bütün görüşlər, şəkil yapışdırmalar, ondan sonra platforma paylaşmaları başa vurub çatdırdım. Məsələn, burada göstərirəm ki, 2-ci Qarabağ müharibəsində, 44 günlük müharibəsində Qarabağ qazi əllərin özəl sui-qəsd etməyinə son qoyulmasını tələb edəcək. Profesioner, rüşvətxor, məmurların, icra başçıların cəzalandırılmasını və həbs olunmasını tələb edəcəm. Sahibkarlara qarşı təzyiqləri son qoyulmasını tələb edəcəm. Yəni, mənim platformum 14 bənddən ibarətdir. Əgər mənə səs versəniz, mən sizin səsini doğrulacağam. Hansı namizəd gəlib deyirsə ki, mən əgər mənim millət vəkili seçsəniz, yəni deputat seçsəniz, mən sizə dəryadan qızıl balı tutub gətirəcəm və yaxud da Xəzər dənizdən böyük balina tutub gətirəcəm və yaxud da sizə öv tikəcəm, yol çəkəcəm, yalan deyirlər. Millət vəkili nə öv tikir, nə dəryadan qızıl balı tutur, nə də Xəzər dənizdən böyük bir balina tutur. Kəş o balinalar ağzı açıb o saxta millət vəkilinə uçur kanunu. Millət vəkilinin borcu budur ki, sənin şikayətini Milli Məclisə qaldırsın və sənin çatışmayan problemi həll etməyə çalışsın. Sənin şikayətini Dövlət Başçısı İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevə, Daxili İşlər Naziri Rəz Eyvazova, Reçiva Prokuroru Eldar Əliyevə, ümumilikdə bu mühafizə orqanlarına göndərməyə, böyük ixtiyarı və onun üstündə tutub tələb eləməkdə hüququ var. Mən Milli Məclisə sizin problemlərinizi həll etməsi var gücümlə çalışacağım. Mən kişi sözü verirəm. Allahı özümə vəkil tutmuşam. Allahın yaratdığı mələkləri özümə müşahidəçi tutmuşam. Mən bu gündən 2 nəfərdən başqa heç bir məntəqə müşahidəçi yerləşdirə bilməmişəm. Baxanda düz deyir Elman əmi, Elman dayı, Elman bəy. Mənim bir günüm 30 manata, 40 manata başa gəlir. 15 manata başa gəlir. Əgər bir gün mən işləməsəm, ailəmə çörək kim gətirəcək? Ancaq Fəzail İbrahimli 60 dənə vəkil, hər dairə 2-2, 70-dən çox özünə müşahidəçilər, ondan başa o birilərdə, başa namizədlərdə tutublar. Pulla. Ancaq buna qabaq müşahidəçi pulsuz idi. Mənim 2 dənə müşahidəçim var. Sağ olsunlar. Könüllü gəldilər, şeylərdə. Mən heç mi ağzı açmadım. Çünki heç mi çörəyə bahis olmaq istəmirəm. Çünki o günlər çörə pul gətirəcək. Gətirməsə, ailəsinin nənəm dolandıracaq. Bu çox dəhşətdən dəhşətdir.
Seçkilərə gəlin. Masalı şəhər 73 sayılı Masalı Cəlilabad seçki dairəsinə gəlin. Həsənov Elman Həsənoğluna, Həsənov Elman Həsənoğluna, Həsənov Elman Həsənoğluna, Azərbaycan və Türk dünyasının baş bayraqdarı Elman Türkoğlu'na səs verir. Azərbaycan ilk bayraqdarı olan Elman Türkoğlu'na səs verir. Ancaq sizlərin halına yalan Elman Türkoğlu olacaq. Elman Həsənoğlu olacaq. Milletində 5-ci sıradayam. Ola bilər onu yuxarıda qaldıra bilər, aşağıda sala bilər ki, çaşdırsınlar sizə. Bu olmayacaq. Sizlərin hamınızdan xahiş edirəm. Sizlərin hamınızdan xahiş edirəm. Sizlərin hamınızdan xahiş edirəm. 1 sentyabr 2024-cü ildə seçki məntəqələrinə gəlin. Elman Həsənoğluna, Azərbaycan ilk bayraqdarı olan Elman Türkoğlu'na səs verir. Türk dünyasının baş bayraqdarı Elman Türkoğlu'na, Elman Həsənoğlu'na səs verir. Buradan senin yoldaşlarıma da müraciət edirəm. Qohum ağrabalarıma da müraciət edirəm. Mənə səs verin 1 sentyabr. Bütün kəndlərdə qohum ağrabam var. Onlar da hamısı hazırlaşıblar mənə səs verməyə. Neçə kənd var o dairədə hamısı qohum ağrabam var. Gönəlvada anamın anası, qohum ağrabəri. Böyük Xocavarda, Çaxırıda, Binəxocavarda, Xarmandalıda, Bambaşında, Masalın özündə, Digahda, Seybətində, hamısında mənim qohum ağrabam var. Onlar hamısı bir nəfər kimi birləşiblər. Deyirlər ki, Fəzali İbrahim kimdir? Ondan sonra ondan olan namizədlər kimdir? Biz tanımırıq. Biz tanımırıq Elman Türkoğlu'dur. Azərbaycan ilk bayraqdarı olan Elman Türkoğlu'dur. Biz ona səs verəcəyik. Hamısı səs verməyə çağırıram və mənim əziyyətimi yerə batırmayın. O imzaları bir əzabla yığmışam. 12 gün içində aparıb vermişəm. 73 sayılı Masalı Cəlilabad seçki dairəsinə və uğurla qeydiyyata alıblar və hətta deyirlər nə gözəl xəttim var. Mən demişəm rastlamam, 12 gözəl xəttim var. Mən sizin səsiz olmaq istəyirəm. Mən millətin səsi olmaq istəyirəm. Mən şəhidlərin ruhunun səsi olmaq istəyirəm. Mən şəhid ailələrinin, Qarabağ qaziləri, Qarabağ əhliləri, Qarabağ veteranları səsi olmaq istəyirəm. Mən Azərbaycan uşaqlarının, gənclərin səsi olmaq istəyirəm. Mən sizin bütün problemlərinizi həll etmək üçün millət vəkili seçilmək istəyirəm. Mənə səs verin. Gəlin, birləşin, mənə səs verin. İnanın ki, birləşəcəksiniz, mənə səs verəcəksiniz. Məni özünüzə deputat seçəcəksiniz. Mən buna var gücümə inanıram. Çünki burada, görüşdüyüm yerlərdə, bütün o seçkilərimi görüşəndə mənə bəlli oldu ki, həqiqətən də mən bunların gözünün önündə böyük bir insan imişəm. Bunlar isə mənə hörmət edirlər. Göytəpədə ağsaqqal 85 yaşındakı kişi mənim əlimi öpbəstədir, qoymadım. Mən onu əlini öpdüm, alnıma qoydum. Və o həmin 85 yaşında olan kişi də ağsaqqalımız da ətrafdan olanlar 50-60'da çox idilər. Və ağabeyçər analarımız da deyirdi ki, illərdir dua edirdi ki, sənin ömrün uzun olsun. İşte xəstələnmişsən, Allaha dua edirdi, tez sağalarsan. Maşallah deyir, sağaldın, gəldin bizim görüşümüzə. Böyük Xocavarımı deyilmi, Binəxocavarı deyilmi, Çaxırını deyilmi, Köhnə Alvadını, Təzə Alvadını deyilmi, Digahı Seybətini deyilmi, Masakənin özünü deyilmi, Xarmandalını deyilmi, Xoçavanı deyilmi, Abdullah Təkəsini deyilmi, Bala Təkəni deyilmi, Molla Həsənini deyilmi, Həsənini deyilmi, həmin Həsənində Fəzali İbrahimi qovdu, Böyük Xocavarı hamısını. Ondan sonra Sarı Səfərlini deyilmi, İmanlını deyilmi, Binəxocavarı deyilmi, hamısında oldu mənə çox qarşıda. Təşəkkür edirəm onlara. Şərəfə Ağaşbəyli yan-yana bir kətdir.
Onlara müraciət edirəm. Sinif yoldaşlarıma müraciət edirəm. Biri sentyabr. Yox, gəlin seçkilərə, mənə səs verin. 29 avqust saat 18:00-da, yəni axşam saat 6-da Şərəfə kəndinin, Ağaçbəy kəndində yerləşən, Saxozunda yerləşən, klubun yanında yerləşən Şəhidlər Xiyabanında görüşüm olacaq. Sonuncu görüşüm mən Şərəfalı Ağaçbəylərə saxlamışam. Çünki özüm Şərəfalı olduğuma görə, Ağaçbəyli olduğuma görə. Və gəlin, suallarda cavab verəcəm kişi kimi və söz verirəm sizə, göydə Allahın gönderdiği Kur'an şahit olsun. Əhl-i Beyt şahit olsun. 12 imam, 124 məsum, 124 min Peyğəmbərimiz şahit olsun ki, dediyimdən dönəndə deyiləm və sizin bütün problemlərinizi həll etməyə çalışacağım var gücümlə. Hatta Milli Məclisə savaş vardır ki, sizin işiniz həll olunsun. Mənə səs verin. Məndən qabaq millət vəkillərinə səs vermişsiniz. Hansını görmüşsünüz incəcə? Hansılar gəlsinlər görüşüb indi? Heç kim. İkinci, beşinci Milli Məclis olacaq. Qalan günləri gəlib seçicilərimin yanında olacağım. Yine gelip ikinci, beşinci Milli Məclisdə olacağım. Sizin problemləriniz həll olunmaq üçün və yenidən gəlib sizin yanınızda olacağım. Ta ki 5 ilim tamam olacaq. Bir kostyumla gelip bir kostyumla gələcəm. 81-ci ildə Türkmenistanın Aşvar şəhərində aldığım kostyum. Metrodan gələcəm, marşrutla gelip gələcəm. Vəssalam. Eğer məni xalqım seçirsən, millətim seçirsən, nədən qorxmalıyım? Mənim mühafizəti niyəmə lazımdır? Qorxaqlar özlərinin mühafizəsi götürərlər. Saxtakarlar özlərinin, yalancı deputatlar, saxta deputatlar özləri ilə mühafizəsi gəlsirərlər. Bağlı maşınlar gedərlər. Ona görə mənə biri sentyabr 2024-cü ildə mənə səs verir. Həsənov Elman Həsənoğluna, Elman Həsənoğluna. Biz qalib gələcəyik. Biz qalib millətik. Qalib gələcəyik. Sizə and verirəm Allaha. Sizə and verirəm Allahın göndərdiyi Qurana. Sizə and verirəm Əhl-i Beytə, 12 man, 14 mən, 124 min Peyğəmbərlərə. Gəlin səs verin. Mənə səs verin. Mən özümə Allahı vəkil tutmuşam. Allah'ın yarattığı mələkləri özümə müşahidəsi tutmuşam. Hər kəs o məntəqədə, o 70 sayılı dairədə satyakarı edərsə, Allah belin qıracaq, gözün kör edəcək, qulağın kar edəcək. Necə Allah kar millət vəkillərimiz oturub seçdiyizdə orada oturmuşdu. Özləri ikincə bırakırlar. Və dövlət başı iləməli deyirlər ki, iləməli. Biz özümüzü idarə edə bilmədik, biz yaxşı millət vəkili olmadıq, biz bundan ikinci özümü bırakırıq. İkinci özlərini bırakan insanlar namizəd ola bilməz. Baxır ona içində kim? 125 namizəddən cümlətanı danışan 5 nəfər və qanunları, çünki qanunlar saxtakar millət vəkilləridir. Onlar proqramın başında, Fəzali necə bu proqramın başında deyir ki, Vahid Əhmədov düz danışmır, onun mandatı əlindən alınmalı, ona şiddətli töhmət verilməlidir və məhkəməyə verilməlidir. Çünki Vahid Əhmədov haqqı deyirdi, mən deyənlər deyirdi, mən onu deyənlər deyirəm. Burada nə var ki? Ona görə sizlər hamısı 1 sentyabr 2024-cü ildə mənə səs verməyə çağırın. Həsənov, Elman Həsənoğluna səs verin. 73 sayılı Masalı Salavat seçi dairəsi seçiciləri inanıram ki, mənə səs verəcək. Səs verin, var olun. Çox sağ olun. Millət vəkili olanda sizlə görüşə gələcəm. Və dövlət başı ilə əməl edəcəm. Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Əli Nağıyevədə. Daxili İşlər Naziri Vilayət Eyvazovada. Rəsva prokuroru Eldar Əliyevada. Bütün
hüquq mühafizə orqanlarına xəbərdar edirəm. Əgər Masallı şəhəri 73 saylı Masallı Callava seçki dairəsində saxtakarı olarsa, Masallı İcra Hakimiyyətinin qabağından birbaşa Bakı Pezapartiyasına yürüyüş edəcəm. Texanın qabağına, Dağçay Nazirinin qabağına, Sox prokurorun qabağına, parlamentin qabağına. Çünki mən olan yerə saxtakarı ola bilməz. Çünki mən öz gücümə arxanlaşıram. Çünki mən Azərbaycan ilk bayraqdarıyam. O bayrağı 36-37 ildir əlində gəzirirəm. Qışı ən sərt soğuğunda əlimə əzək gelməmişəm deyərlər ki, Elman Türkoğlu'nun əli üşüyür. Amma dəmirdir, şüdürdür, donurdur, qan işləmirdi. Bax, bu mənəm. Ona görə ki, sizləri 1 sentyabr 2024-cü ildə Elman Həsənovuna səs verməyə çağırıram. Elman Həsənovuna səs verməyə çağırıram. Elman Həsənovuna səs verməyə çağırıram. Gəlin mənə səs verin, məni özcə deputat, millət vəkili seçin. Əgər siz məni özcə millət vəkili, deputat seçərsiniz, sizin bütün problemlərinizi can başla həll etməyə hazır olacağım və 99% yarım və yaxud da 100% ona həll olmasına var gücümə çalışacağım. Var olun, sağ olun, gəlin 1 sentyabr Elman Həsənovuna səs verin. Gəlin 1 sentyabr 2004-cü il Elman Həsənovuna səs verin. Gəlin 1 sentyabr 2024-cü il Elman Həsənovuna səs verin. Məni özcə millət vəkili seçin və mən sizə elə qayğılar göstərəcəm və bayaq dediyim kimi 5-ci gün minivəsli olacaq, qalan günlər gəl sizlərlə görüşəcəm. Problemlərinizi həll etmək üçün. Gəlin səs verin. Gəlin kişi kimi birləşən, kişi qeyrəsi kimi birləşən. Nə 44 günlük müharibədə erməni anasını ağlatdı, ermənilər müdafiə ölkələrlə dağ çəkən atalarını yandırdıq. Gəlin, birləşəyin, Elman Həsənovuna səs verin. 1 sentyabr 2024-cü ildə. 29-cu sabah Masallı şəhəri Şərəvat kəndində və Ağaçbəyli bir yanadır kəndinin ahalisə mənim görüşüm olacaq. Hamımızı o görüşə dəvət edirəm 16:00-da axşamüstü saat 6-da. İnanın ki, hamısı gələcəklər. Şərəfatlı Ağaçbəylilər gələcəklər, görüş keçirəcək və nə suallar versələr, hamısa can başla cavab verəcəm, and içmişəm Allahıma, Quranıma, Əhl-i Beytimə, 12 imamımıza, 14 məsumlarımıza, 100 gömülməyən peyğəmbərlərimizə və Kərbəla şəhid şühada Ağam Həzrət İmam Hüseyin əleyhissalam başda olmaqla Kərbəla şəhid olan 70 şühadamıza and içmişəm ki, mən sizin probleminizə bacardığım qədər var gücümlə həll etməyə çalışacağım problemlərinizi. Var olun, sağ olun, görüşənə qədər.